Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel murselin. Ala nebine Muhammed ve ala alihi ve sahbi ecma'in. Rabbimize şükürler olsun. Uca Allah'ın salamı, salavatı, Peygamberimiz sallallahu aleyhi ve sellem, onun ehli beyti, əshabların üzerine olsun. Uca Allah Teala bizler elm öğrenmeyde müvaffak eylesin, elmimizi artırsın. Sualları dedim saxlayın. Siğə haramdır, qayıtmayın bu məsələyə bir də. Siğə kəbin deyil. Fatihə surəsi həmd olsun Allaha bizə özünün ən xeyirli kitabını nazil edənə, ən xeyirli elçisini, yəni Muhammed sallallahu aleyhi və səlləmi göndərənə və bizi əvvəlkilərə verilməmiş uca surələr və möhtəşəm ayələrlə şərəfləndirənə, bu Allahın bizə və bu Muhammed ümmətinə en büyük lütfu olan merhametidir Kur'an-ı Kerim. Yani həmçinin Kur'an-ı Kerim içerisinde olan nedir? Fatiha suresi. Her gün ve onun gecesinde Müslümanlar Allah'tan olan 5 namaz, vacib namazı kılırlar ve hemin namazlarını her rükətində suranı okuyorlar. Fatiha'sını okumak nedir? Vacibdir. Bu Allah'ın kitabının en hayırlı surelerinden biridir. Bu Fatiha suresidir. Allah onu öz kitabında tərifləyib və Peyğəmbərimiz də onun ehtiva etdiyi böyük mənalar səbəbindən Fatihə surəsini önəmli fəzilət haqqında buyurub. Düşünün. Bu mənalar əzəli və əbədi, möhkəm bünövrələr qoyur. Suranın önəmi elədir ki, namazda onu tərk edən şəxsin namazında problem var. Hər rükətdə Fatihəni oxumaq nədir? Vacibdir. Həqiqətən bu surə dikkate layıktır. Öğrenmeye değer ve Müslümanların onun tefsirini öğrenmesini, izahını öğrenmesini, manalarını anlayıp müzakere etmesi lazımdır. Çünkü o Kur'an'da çok şeyi açıklamıştır bir surede. Onun sirlerini elde etmek için ona devam etmeyi lazımdır. Çünkü o mucizelerin anasıdır. Ve onunla insanların xəstəlikləri ve dərdləri müalicə olunur. Ve Allah'ın izniyle şəfadır ve kifayətdir. Adları var Fatihə surəsinin, gələcək. Ona göre Müslümana ayıp olar ki, uzun iller boyu bu surəni yani gece gündüz namazlarda okuyur, həmişə okuyur. Ama buna bakmayarak onun doğru düzgün qiraətini oxuya bilmir üzdən ve həmçinin onun mənalarını bilmir. La ilahe illallah. İller ötür ama Fatiha suresinin alemine dahil olmur. Ve onun sirleri ve ile bereketlerinden hiç ne almır. Ne o sureden öğrenen olur, ne onu anlayan, ne onun şirinliğini dadan ve ayetlerini düşünüp tefekkür eden, ne de ruhani, psikoloji, hatta cismani xəstəliklere bu şəfaya sebep olan sure düzgün anlamı. La ilahe illallah. Ona göre yani Fatiha suresi elə bir ilk açardır ki, eğer kalbin onun için açılarsa, ruhun onun şirinliğini daddıqda bütün xoşbəxtliyi elde edersen. Fatiha suresi açan deməkdir. Kur'an'ın açarı, kalbin açarı. Eğer ondan istifade etsen, her taraftan sana feyiz, kapılar açılar, bereket çeşmeleri ve hidayet nurları üzerine iner. Eyni zamanda həmçinin Bəqərə suresinin alemine asanlıkla dahil olmağın en mühim açarıdır. Fatihə suresini bil ki, Əl-Bəqərə suresini de anlayasan. Bu suranı anlamaqda ve ondan faydalanmaqda en büyük köməkçidir. Neyi? Əl-Bəqərə suresini bilməkdə. Ona göre Fatihə ve Əl-Bəqərə sureleriyle şəfa tapmaq, seyirbazların ve falçıların zərərindən Allah'ın izniyle mualicə olunmaq veya onlardan korunmak için bir qaladır. Onlar hem de Allah'tan sonra seni zarar vermek isteyen her bir düşmenden, sana pislik arzulayan her bir həsədkardan korunmana sebeptir. La ilahe illallah. Bu iki sure sana evine ve ailene bir emin amanlıqdır. Ama kimin için? Bunu dərk edən üçün. Ona göre de
Həmd olsun Allaha ki, Fatiha surəsini bizə öyrətdi, endirdi. Birincinə həmd ibadəti. Tərif, elhamdülillah ilə başladı. Yəni, həqiqətən qəlbi tərbiyə edir Allah Teala. Hadisələr qarşısında insanın reaksiyalarını ədəb və təmkinlə cilovlayır. Çünki sən bir işi Allahdan bilib, həmd olsun sözünün dininlə, tam səmimiyyətlə söylədiyin anda qəlbindəki acılıq və ağrı sərinlik və rahatlığa çevrilər. Ona görə hər zaman nədir? Bu surəni bilmək lazımdır. Gözəl oxumağı öyrənmək lazımdır. Fatiha surəsinin bir neçə adları var. Bax, adları belə kifayətdir ki, bir surə gör nə qədər önəmlidir ki, nə qədər adları var. Birinci adı nədir? Əl-Həmd. Həmd surəsi. Çünki surədə həmd kəlməsi zikr olunur. Necə ki, bununla başlanır. La ilahe illallah. Mesela Nas, Fələq, Tövbə. Niyə? O ada uyğun məsələdən danışılır. Fatiha surəsi də elə Əl-Həmdlə başlanır. İkinci, Əl-Fətihə. Açılış deməkdir. Yəni, çünki Quran-ı Kərim bu surə ilə açılır. Həm oxunuş, həm də yazılı tərtib baxımından hər bir şeyin başlanğıcı Fatihası olur. Yəni, açılışı. Üçüncü adı Ummul Qur'an. Quranın anasıdır. Bu adı Resulullah sallallahu aleyhi ve sellem Ubad ibn Samit radıyallahu anhu vasitəsilə rivayət edilən hədisdə buyurmuşdur. Kim Ummul Qur'anı Fatihanı oxumazsa onun namazı yoxdur deyir Peyğəmbərimiz sallallahu aleyhi ve sellem. Dördüncü Ummul Kitab. Kitabın anası. Bu adı da kim koyuyor? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Əbu Hureyre radıyallahu anh'dan gelen hadiste Peyğəmbərimiz buyurur. Kim namaz kılar ama Ummul Kitab, kitabın anası Fatiha'nı okumazsa onun namazı nakis ve tamamlanmamış olur. Sualı görürsünüz, mən danışıram, baxınca suala cavab verim, dərsi kəsim. Axı danışıram, dindən söhbət gedir. Suallar dərsdən sonraya dedim, İbrahim qardaş. Səbirli ol. Mən danışıram, sənə cavab verim indi. Görürsünüz, Fatiha'dan danışıram da, mən başqa şey danışmıram baxın. Beşinci, Əs-Səb'ül Məsəni. Nə deməkdir? 7 təkrar olunan ayə. Əl-Fatiha'nın adı. Quran-ı Kərim Fatiha ilə başlayır, bəli. Baxın nə deyir? Bu ad Quran-ı Kərimdə uca Allahın buyurduğu ayədən götürülmüşdür. And olsun ki, biz sənə 7 təkrarlanan ayəni və böyük Quranı verdik, deyir. Hicr surəsi 87-ci ayə. Yəni, bu adın mənası Əbu Səid ibn Əl-Muəllə radiyallahu anh tərəfindən rivayət olunan hədisdə belə anlaşır. Peyğəmbərimiz buyurur. Elhamdülillahi Rabbil aləmin. Yəni, Fatihə surəsi bu mənə verilən 7 təkrarlanan ayə və uca Qurandır, deyir Peyğəmbərimiz sallallahu aleyhi ve sellem. Yəni, onun 7 adlandırılması səbəbi Fatihə surəsinin 7 ayədən ibarət olmasındadır. Əl-Məsəni adlandırılması isə bu surəni hər rükətdə istər vacib, istər müstəhəb olsun, təkrar oxunması ilə səbəblidir. 6. Əs-Salət. Fatihənin adı var. Əs-Salət. Namaz deməkdir. La ilahe illallah. Surədəki önəmliyə baxın. Bu bir hədisdə gəlmişdir. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, uca Allah buyurdu Qüds hədisdə. Mən salatı, namazı özüm ilə bəndəm arasında 2 hissəyə böldüm. Nəyi? Fatihə surəsini. Subhanallah. Yəni bu surənin ibadətdəki mərkəzi mövqeyini göstərir. Çünki hər bir namazda oxunmadan namaz doğru sayılmaz. El-Qur'anul Azim 7-ci adı. Əzəmətli Quran, uca Quran. Bu ad Fatihə surəsinə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem tərəfindən verilmişdir. Buyurur, o mənə verilən uca Qurandır. Bu ad surənin Quranın bütün mənalarını və əsas prinsiplərini özündə cəmlənməsinə görə verilmiş. Çünki Fatihə sanki Quranın mənəvi xülasəsidir. Yəni, Quran-ı Kərimdə olan bütün hər bir şey bu surədə qısa olaraq cəm olunub. Görün, nə qədər önəmlidir bu şəfaət tapmaq üçün. 8. Əl-Kəfiyə. Yetərli olan surə, kifayət olan surə.
Bu ad ona göre verilmiştir ki Fatiha suresi diğer sureleri əvəz edə bilir. Lakin diğer sureler onu əvəz edə bilməz. La ilahe illallah. Eğer bir Müslüman Kur'an'ın hamısını Bəqərə surəsindən Ən-Nas surəsinə qədər, İxlas surəsinə qədər hamısını namazda oxusa, Fatihəni oxumasa doğru değil. La ilahe illallah. Ama eğer yalnız Fatiha surəsini oxusa namazı düzgündür. Vacib olan nədir? Fatiha surəsi. Yani bu da surenin ne kadar yeterliğini ve ibadetlerin namazın merkezinde yerini tutur. 9 Eş-Şafiye, şəfa veren sure adı. Yani şəfaya səbəbdir. Bu ad hem qəlblərə hem de bedenlere şəfa vermesine göre verilmiştir. Fatiha suresinde insan özünü müalicə edə bilər. Xəstəliklərdən. Bəli, bəli. Gələcək Fatiha surəsindən şəfa tapmağın üslubları, yolları. Bu əzəmətli bir surə. Bunu çox gözəl dərk eləməli, çox gözəl öyrənməliyik. Bax, nədir Peyğəmbərimiz sallallahu aleyhi və səlləm? Fatihatul Kitab, Fatiha surəsi hər bir xəstəliyə şəfadır. Əd-Dərimi rivayət edir. Fatiha surəsi Quranın xülasəsi, namazın əsası, müminin qalxanı və ruhun dərmanıdır. Bəzən də İbn Teymiyyə sübh namazını qılardı, ta günəş çıxana qədər, dua vaxtına qədər Fatiha surəsini oxuyardı. La ilahe illallah. Fatiha surəsinin fəziləti nədir o zaman? Düşünün. Yəni, ey göz aydınlığı olan mümin, yəni rahat olmaq istəyirsən. Fatiha surəsinin fəziləti çoxdur. Və onun haqqında Peyğəmbərin sünnəsində böyük dəlillər gəlmişdir. Onun üstünlüklərindən və xüsusiyyətlərindən bəziləri. 1. Fatihə bir nurdur. Bu nur Peyğəmbərimiz sallallahu aleyhi və səlləmdən əvvəl heç bir Peyğəmbərə verilməmişdir. İbn Abbas rivayət edir ki, Cəbrail aleyhisselam Peyğəmbərin yanına oturmuşdu. Birdən yuxarıdan bir səs eşitdi. Başını qaldırıb dedi, bugün səmadan bir qapı açıldı. Bu qapı bundan əvvəl heç vaxt açılmamışdı. Sonra həmin qapıdan bir mələk endi və dedi, bu yeryüzünə enən bir mələkdir. İndiyə qədər heç vaxt enməmişdi. Mələk salam verir dedi, səni 2 nurla müjdə verirəm. Fəzilətini deyir. 2 nurla müjdə verirəm. Bunlar səndən əvvəl heç bir Peyğəmbərə verilməmişdir. Fatihatul Kitab, Fatiha surəsi və Bəqərə surəsinin son ayəsi. Əmənər Rasulu bimə unzilə ileyh, ondan başlayır. Onlardan hər bir hərf belə oxusan, mütləq istədiyi sənə veriləcəkdir. Yəni, qorunmaq üçün cindən, şeytandan yatmamışdan və oxu Fatiha surəsini, həmçinin oxu Əl-Bəqərə surəsinin son 2 ayəsini. Baxın, bu hədis Əl-Bəqərə surəsindən gələcək. İndi bizim əsas mövzu nədir? Fatiha surəsi. Bu hədis Fatiha surəsinin ilahi nur, ilham və bərəkət mənbəyi olduğunu göstərir. O, müminin qəlbinin işığıdır, işıqlandırır, duasını qəbul etdirir və Allah arasında birbaşa ünsiyyət qapısı açır. Fatiha surəsi Allahın sənin aranda bir ünsiyyətdir. Gələcək o mövzuya, o hədisə gələcək. Ona görə hər namazlarda oxunur o heç. Yəni, yatmamışdan əvvəl oxu, yol gedirsən oxu, boş vaxtında oxu. Amma mənasını dərk edərək və xüsusən ruqya, göz dəymədən, baxın, cadudan qorunmaq üçün çox önəmlidir. Amma kimlər üçün faydalıdır? Mənasını dərk edərək oxuyur. İkinci nədir? Fatiha surəsini oxumaqla qul ilə Rəbbi arasında namazda birbaşa münacat var. Söhbət, dua halı baş verir. Bunu kim rivayət edir? Əbu Hureyra radiyallahu anhu. Peyğəmbərimiz buyurdu. Kim namazı qılıb onun içində Ummul Qur'an, Fatiha surəsini oxumazsa onun namazı naqistir. Yəni tamam değildir dedi Peyğəmbərimiz sallallahu aleyhi və səlləm. Yəni Fatiha surəsini oxumadan qılınan namaz tam sayılmır. Çünki bu surə qul ilə Allah arasında birbaşa diyaloqu, münacat ilə yalvarışı təşkil edir. Suallar sonra, dərsdən sonraya. Amma bəzən olur, Fatiha surəsini 40.000 dəfə oxu, 41 dəfə oxu. Belə bir qayda gəlməyib. Çox az. Onu insanlar özlərindən qoşublar. Baxın, nə deyir? Biz imamın arxasında oluruq. Əbu Hüreyrə radiyallahu anh. Yəni, imam Fatihəni oxuyur, biz isə susuruq.
O dedi, sən də onu öz içində səssiz oxu. Yəni imamın oxuması cemaat namazda sənin üçün keçərlidir. Vacib, səsli namazlarda. Amma səssiz namazlarda mütləq oxu. Nə deyir? Çünki mən Resulullahın belə dediyini eşitdim. Allah Teala buyurdu. Mən namazı, yəni Fatihə surəsini, özüm ilə bəndəm arasında iki hissəyə böldüm. Və bəndəmə istədiyi veriləcək. Baxın, bu bir duadır, bu diyaloqdur Allahla. Münacatdır, yalvarışdır. Bəndə elhamdülillahi rabbil alemin. Həmd olsun aləmlərin Rəbbinə. Rəbb olan Allah'a deyəndə Allah buyurar, bəndəm mənə həmd etdi. Bəndə Ər-Rahmanir-Rahim dedikdə Allah buyurar, bəndəm məni təriflədi. Bəndə deyəndə ki, Maliki yevmiddin, qiyamət gününün sahibi. Allah Teala buyurar, bəndəm məni ucaltdı. Başqa rivayət gəlir, bəndəm işi mənə həvalə etdi. Və sonra desək, İyyəkə nə'budu və iyyəkə nəstə'in. Biz ancaq Allah'a ibadət edirik. Allah'tan istəyir. Allah buyurar, bu mənimlə qulum arasında bölünmüşdür və bəndəmə istədiyi veriləcək. Və sonra desə ki, İhdina sıratal müstəqim, sıratal ləzine ən'amtə aleyhim, gayril məğzubi aleyhim vələddallin. Biz doğru yola yönel. O yol ki, sən onlara nemət verdin. Qəzəbə uğramayanları və azmayanları yolu dedikdə Allah buyurar, bu bəndəm üçündür və bəndəmə istədiyi veriləcək. Baxın, Fatihə surəsinin sonu nədir? Duadır. La ilahe illallah. Yəni, bu surə, bu hədis Fatihə surəsinin namazı nə qədər dərin, mənəvi məna daşıdığını göstərir. Hər bir ayə qul ilə Rəbb arasında canlı bir qarşılıqlı cavablaşmadır, diyaloqdur. Üçüncü, Fatihə surəsini oxumayanın namazı yoxdur. La ilahe illallah. Ubəd ibn Samit rəvayət edir ki, Peyğəmbərimiz buyurdu, Fatihətul kitab, yəni Fatihə surəsini oxumayanın namazı yoxdur. Başqa rəvayət gəlir, kamil deyil, nakistir. Yəni bu hədis göstərir, Fatihə surəsi namazın rükunlarından, əsas hissələrindən biridir. Onu oxumadan namaz etibarlı sayılmaz. Bu da surənin əhəmiyyətini və onun namazdakı yerinin vacibini göstərir. Dördüncü fəziləti. Fatihə surəsi Allahın izni ilə şəfa verən bir ruqyadır. Ruqya yəni şəfa duasıdır. Gözdəyməyə qarşı. Baxın. Hətta bədən xəstəliklərinə qarşı. Dəlil nədir? Əbu Said Əl-Xudri rivayət edir. Bir dəstə sahabə, Peyğəmbərimizin sahabələrindən biri səfərə çıxdılar. Peyğəmbərimiz göndərir filan qəbiləyə gedin. Səfərləri zamanı ərəb tayfalarının, deyəcəm, zalim deyil, dalin deyil. Biraz səbirli olun da. Fatihəni önəmli oxuyun. İnsan oxuduqca daha çox oxumaq istəyir. Siz elə sualla yayındırırsınız özünüzü. Baxın. Səfərləri zaman ərəb tayfaların birinin yanından keçdilər. Onlara dedi, bizi qonaq qəbul edin. Lakin onları qonaq qəbul etmədilər. Elə həmin vaxt, həmin tayfanın başçısını bir ilan sancdı. Rivayətdə əqrəb. Onun üçün hər cür vasitələrə sınaqdan keçirdi, lakin heç bir fayda vermədi. Onlardan bəziləri dedilər, gəlin bu gəlmiş, bu yol keçən müsafirlər ki, biz onları qonaq qəbul etmədik, onlardan bir şey soruşun. Bəlkə ruqya bilirlər. Bilirdilər ki, onlar Mədinədən gəlirlər. Peyğəmbərimiz s.ə.v şəhərindən gəlirlər. Ola bilsin, onlarda bir şey var. Onlar gəldilər. Ey dedi müsafirlər, bizim başçımızı bir ilan sancıb və əqrəb. Ona hər cür vasitə ilə şəfa tapmağa çalışdıq, amma heç bir xeyri vermədi. Sizdən kimisə bu barədə bir çarəsi varmı? Nəyisə bilirmi? Sahabələrdən birisi dedi, bəli, Allah and olsun ki, mən onu oxuyub sağalda bilərəm. Amma Allah and içirəm ki, biz sizdən qonaqlıq istədik, siz isə bizi qonaq qəbul etmədiniz. Buna görə də sizə bir mükafat, əvəz, haqq təyin etməyincə mən onu oxumayacağam. Yəni, əvəzi nədir verəcəksə ona görə oxuyuram. Yoxsa oxumayacağam. Niyə görə? Çünki qonaq qəbul etmədiniz. Ac idi, yoldan keçirdi, susuz idi. Belki onlar bir sürü qoyun. Dedilər ki, o sağalsa bir sürü qoyun verəcək. Yəni, ona yaxın qoyun verəcək sizə. Razılaşdılar. Sonra sahabə getdi. Həmən insan üzərinə Elhamdülillahi Rabbil Alem. Yəni, Fatihə surəsini oxudu, üfürdü. Nəticədə sanki adam ipdən azad olmuş kimi birdən-birə qalxdı, tamamilə sağaldı.
sanki hiç xəstəlik olmamışdı. Bunu oxuyandan da önəmlidir yəni. Adam var oxuyur, təsir etmir. Çünki oxuyan insan da önəmlidir ki, mənasını bilir, dərk edir. Sidq ürəklə oxuyur. Sonra onlara bunun əvəzinə qoyun verdilər. Sahabələr dedilər, gəlin bu qəniməti aramızda bölək. Qənimətdir. Amma oxuyan dedi, xeyr, bunu etməyin. Gəlin Peyğəmbərin yanına gedək, baş verənlər ona danışaq və onun bizə əmr etdiyini gözləyək. Belə ki, onlar səfərdən qaydan gəldilər Mədinəyə Peyğəmbərimizin yanına. Peyğəmbərimiz buyurdu. Dedi, belə elədi. Dedi, sən hardan bilin ki, Fatihə ruqya da şəfa duasıdır. Siz düz etmişsiniz. Qoyunları bölün, mənim üçün də bir pay ayırın. Subhanallah. La ilahe illallah. Baxın. Yəni, Allahın izni ilə şəfa verən bir duadır. Fatihə surəsi, ruqyadır. Peyğəmbərimiz dedi ki, وَمَا يُدْرِيكَ اَنَّهَا ruqya. Sən hardan bilin ki, bu ruqyadır? Sözləri bu suranın ruhani təsirini Allahın kəlamı ilə şəfa tapmağın doğru və icazətli olduğunu göstərir. La ilahe illallah. Həmçin bu acı sübut etdi ki, ruqya şəfa məqsədlə Quran oxumaq İslamda caizdir. Şirk və bidət olmadan Allahdan şəfa diləməklə. Yəni, şirk sözlər olmasın. Allahdan başqa ölüdən, qəbirdən, daşdan, ağacdan və ya salih insandan istəmir. Fatihə surəsinin gördüyünüz fəzilətini. La ilahe illallah. Fatihə surəsi Məkkə yoxsa Mədinə dövründə nazil olmuşdur? Fatihə surəsi Məkkə surəsidir. Yəni, hicrətdən əvvəl nazil olmuşdur. Bu alimlərin çoxunun, cümhur alimlərin rəyidir. Bunu İbn Kəsir, İbn Cərir Ət-Tabari təfsirlərində qeyd edirlər. Buna ən böyük dəlil nədir? And olsun ki, sənə 7 təkrarlanan ayə və böyük Quranı verdiyi alta buyurur. Hicr surəsi 87-ci ayə. Bu ayə Məkkə nazil olmuşdur. Bu barədə alimlər ittifaq etmişlər. Ona görə o 7 təkrarlanan ayə və böyük Quranı mənə verilən Fatihə surəsidir. Ayədə keçən 7 təkrarlanan ifadəsi ilə Fatihə surəsi nəzərdə tutulduğu üçün bu surə Məkkə dövründə nazil olmuşdur. Bundan əvvəl namaz Fatihə surəsinin namazsız Fatihə surəsi, Fatihəsiz namaz düzgün olmur. Halbuki namaz ibadəti Məkkədə hicrətdən əvvəl fərz edilib, vacib edilmişdir. Bu da göstərir ki, Fatihə surəsi Məkkədə nazil olmuşdur. Yəni, Məkkə surəsidir. Sonraki mövzumuz. Fatihə surəsinin məqsədləri. Bax, ona görə tam Fatihə surəsini anlayanda, oxuyanda o fayda verir. Xəstə, göz dəyməyə qarşı, caduya qarşı. Fatihə surəsi ən mühüm məqsədlərindən, məqsəd və məzmun istiqamətlərindən bəziləri bunlardır. Uca məbud, Allahı tanımaq. Məbud nədir? İbadət edilən. Yəni, həmd olsun aləmlərin Rəbbinə, Elhamdülillahi Rabbil aləmin, həmd olsun aləmlərin Rəbbinə ayəsi ilə başlayır və Allahın adlarını, sifətlərini, rububiyyətini, mərhəmətini və hökmranlığını bəyan edir. Bu, bəndəyə Rəbbini tanımağa öyrədir. La ilahe illallah. İkinci, ibadət yolunu bəyan edir. Yalnız sənə ibadət edirik və yalnız səndən kömək diləyirik. Ayəsi ilə qulluq və ibadətin mahiyyətini, həm də ixlas və təvəkkülün əsaslarını göstərir. La ilahe illallah. Fatihə surəsini oxuyan insan necə gəlib qəbirdən daşdan, ya övliyə kömək ol, ya imam kömək ol deyir. Anlamıram mən. İyyəkə nə'budu və iyyəkə nəstə'in. Ancaq səndən istəyirik. Allahın gücündə, qüdrətində olanı Allahdan başqa heç kimsə istəmək olmaz. Allahdan başqa ölüdən, qəbirdən, daşdan istəyən elə birinci Fatihə surəsindən zid gəlir. Namazda oxuyur. İyyəkə nə'budu və iyyəkə nəstə'in. Gedir, ya övliyə kömək ol, ya imam kömək ol. La ilahe. 3. İnsanların bu yolla olan halları, yəni nəyi, məqsəd nədir? Bizi doğru yola yönət. O yol ki, sən nemət verdiyin yoldur. Qəzəbə uğrayanların və azanların deyil ayəsi ilə insanların hidayət yolundakı vəziyyətlərini izah edir. Kimləri doğru yolda, kimləri azmış, kimləri isə qəzəbə uğramışdır. Ona görə İbn Qeyyim Mədərc-i Səliki kitabında buyurur ki, Fatihə surəsi bütün yolların, yəni ruhani yürüyüş xəritəsidir. O Rəbbi tanımaqla başlayır, ibadətin yolunu izah edir və bu yolda insanların hallarını açıqlamaqla
tamamlanır. La ilahe illallah. Yani Fatiha suresi bütün Kur'an'ın ve dinin hulasasıdır. Rabbini tanımak, ona ibadet etmek, doğru yolda kalmak için bütün dinin esas prinsiplerini özünde cəmləyir. Görün, ne kadar önemli bir suredir bu Fatiha suresi. Fatiha suresinin esas mövzuları. Fatiha suresinde bir neçə əsas mövzu təqdim olunmuştur. Allah Taala'nın sifətləri. Sura Rabbin sifətlərini, rəhmət, rububiyyə, Rəbb, mülkiyyə, mülk sahibi, izzətini beyan edir. İkinci, ahiret günü, Məlik Yevmiddin, kıyamet gününün sahibi ifadesiyle ahirete imanı təsdiqləyir. 3. Allah'ın ibadet ve dua ile razı salınması. İyyâke na'budu ve iyyâke nesta'in ayesiyle Allah'ın ibadete, tevekküle, dua ve yardım istemeye layık tek hak mebud olduğunu bildirir. Subhanallah. Suallar dersen sonra. 4. Doğru yolun tanıdılması. İhdine sıratel müstakim ayesi. Hidayet onun mahiyetini ve məqsədini gösterir. Bu hidayet ehli olanların yoludur. 5. Gayril mağzubi aleyhim veleddallin. Azgınlardan uzak kalmak. Gayril mağdubi aleyhim veleddallin ayesi ise qəzəbə uğramışların ve azmışların yolundan çekinmeyi öğretir. Fatiha suresinin Kur'an'ın başlangıcında gelmesinin hikmetiyle məhsubudur. Allah Teala Kur'an'ı bu möhtəşəm sureyle başlamıştır. Çünkü Fatiha Kur'an'ın bütün məqsədlərini özünde cəmləyən bir suredir. Kur'an'da olan bütün məzmunlar, əqidə, ibadet, din, dua, hidayet, Fatiha'da ümumi şekilde toplanmış. Kur'an'ın kalan hissesi ise bu ümumi manaları izah ve tefsir etmiştir. Düşünün Fatiha suresi əzəmət nedir? Bunu bilenden sonra insan necə bunu göze karşı, göz değmeye karşı, cadu, şüphelere məndə cadı var. Oxu Fatiha suresini. Gitme o murdar falçının yanına. Elini koy, dine. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Elini koy. Ağrıyan yerine, bedenine, başına. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. Oku. Ona göre de nedir? Belagette Beraetül İstihlal adlanan numunedir. Yani bu kitabın veya hutbenin güzel mənalı başlangıcı Fatiha suresi Kur'an üçün sanki bir müqəddimə, başlanğıcdır. Yani Allah bu surenin her bir hərfində Kur'an'ın daşıdığı bütün ilahi hikməti, ədəbi möcüzəni və gözəl ifadə yığcamlığını yerləşdirmişdir. Fatiha möcüzəvi həm də məzmun baxımından Kur'an'ın xülasəsi sayılır. Fatiha suresi mənə öyrətdi ki, bax nə gözəl söz. Fatiha suresi mənə öyrətdi ki, kim Rəbbini həqiqi şəkildə tanıyarsa, elhamdülillahi Rabbil alemin, onun qəlbi rahatlıq tapar, ruhu rahatlıq tapar. Çünki o bilir ki, özünü kerim ve rəhim olan bir Rəbbin huzurunda görür. Onun elminin ve hikmetinin huzurunda ne korku var, ne de nigarançılıq. Elhamdülillah Rabbil alemin. Çünkü onun rəhmətinin meydanında narahatlıq olmaz. Onun kərəminin ve ruhsunun genişliğinde məhrumluq yoktur. Onun məhəbbəti səni əhatə edir. Hikməti səni koruyur. Şəfqəti səni hər an bürüyür. Belə bir Rəbbə həmd olsun. Göyləri ve yeri her şeyi dolduracak kadar həmd olsun. Bakın. Fatiha suresinin insana öğrettiği en derin həqiqət ifadədir. Rəbbini tanıdıkça qəlb sakitləşər. Çünkü onun huzurunda xof yeri, qorxu yeri qalmaz. Qorxunu ümidlə əvəz edər. Qəm yerini rahatlığa bırakar. La ilahe illallah. Bakın ne kadar önemli bir suredir ama bu kadar biz bunun mənalarını belki de nedir? Bilmirik. İndi ise ümumi tefsire giriş. Fatiha mövzusu belki bir 10-15 dersimiz olacak inşallah. Fatiha barəsində, bir sure barəsində. Görün Allah bize ne nimet verir ama istifade etmirik. La ilahe illallah. Fatiha suresinin dünyasına dahil olmamıştan, onunla şefaat tapmamıştan,
ondan zövq alıb onu həyatında əməli bir proqrama halına gətirməmişdən əvvəl onun mənasını və təfsirini düzgün başa düşməlisən. Saxla indi sualları, yazıları. Bilməlisən ki, bu mübarək surə ümumi şəkildə dinin əsas məqsədlərini özündə birləşdirir. Birinci nə? Tavhid. Allahın birliyinə iman, ibadət, ilahi hökmlər, mükafat, cəza, vəd və xəbərdarlıq. Hamısı bu surədə toplanır. Bu böyük xüsusiyyətə görə Ummul Quran, Quranın anası adlandırılmışdır. Uca kitabın başlanğıcında yerləşdirilmiş və insanlara hər bir namazda onu oxumaq əmr olunmuşdur. Bu surə insanların dillərində daim təkrar olunur ki, onlar bu vasitə ilə Rəbbinə möhtac, Rəbbinə münacat etsinlər, yalvarsınlar, ona həmd etsinlər, ondan dua və yardım diləməyi öyrənsinlər. Ona görə nə deyir bəzi alimlər? Quranın ilk nazil olan surəsi deyirlər Fatihədir, amma bu rəy düzgün deyil. Ən düzgün rəy nədir? İqra Fələq surəsi, Ələq surəsi. İqra bismi rabbikəl-ləzi ələq. Ələq surəsidir. Yəni baxın, indi isə səni gizli və gözəl bir səyahətə dəvət edirəm. Fatihə surəsinin ayələrinin mənaları üzərində dərin düşüncə səyahətinə. Qəlbini və duyğularını deyir, mənə ver. Əllərini səmimi şəkildə qaldır və Allahdan istə ki, sənə bu surənin anlamaqda, dərk etməkdə və onunla yaşamaqda Allah sənə kömək etsin. Çünki əgər sən Fatihəni anlayar və onunla əməl edərsənsə, bu dünya və axirətdəki bütün xeyirləri qazanarsan. Bismillahirrahmanirrahim. Uca Allahın adı ilə. Baxın. İndi isə bu mübarək səyahətə bərəkət və ixlasla başlayaq. Bismillahirrahmanirrahim. Fatihə surəsi bu adla adlandırılmışdır. Çünki Quranı bu surə ilə açır. Səb'ül Məsani 7 təkrarlanan ayə adlanır. Çünki hər rükətdə oxunur və namazın hər hissəsində təkrarlanır. Bu surənin başqa adları da vardır. Məsələn, Ummul Kitab danışdıq. Əl-Kəfiyə yetərli, Əş-Şəfiyə şəfa verən. Bismillahirrahmanirrahim. Yəni Allahın adı ilə başlayıram. Rəhmandır, rəhimdir. Bu nə deməkdir? Hər işi Allahın adı ilə başlamağın bir ifadəsidir. Hər işdə deyən Bismillah. Burada isim, ad kəlməsi tək şəkildə gəlmiş və Allaha izafə olunmuşdur. Bax, Bismillah. Allahın adı ilə. Tək formada gəlir isim, ad və Allaha izafə olunur. Allahın adı deyildikdə, yəni Allahın bütün adları və sifətlərlə başlayıram deməkdir. Bunu bilirdiniz. Sən bir işə başlamışdan deyəndə ki, Bismillah, yeməyi yeməkdən deyəndə Bismillah, yəni sən deyirsən, Allahım, sənin bütün adların və sifətlərinlə başlayıram. Ona görə bir iş ki, Bismillah ilə başlanmazsa, ondan bərəkət kəsilər. Hər bir işində Bismillah ilə başlayır. Ona görə Allahın adının mənası Allah, ibadət edilən, sevilən və tək ibadətə layiq olan varlıqdır. Bu ad yalnız ona məxsusdur və heç bir başqası varlığa bu verilə bilməz. O ilahilik sifəti, yəni kamal, qüdrət, elm, mərhəmət və izzət sifətlərlə mükəmməl şəkildə sifətlənmişdir. Buna görə də yalnız ona ibadət etmək, yalnız ondan istəməliyik. Yəni birinci bu. Bunu oxuyan insan necə deyir? Ya övliyə kömək ol, ya imam kömək ol. Anlaya bilmirəm. Yəni Fatihə surə Bismillahirrahmanirrahim ilə başlayır ki, bu ad hər işdə Allahın xatırlamağın və ona sığınmağın simvoludur. Hər kim işinə onun adı ilə başlayarsa, işinə bərəkət və uğur nazil olar. Çünki rəhmətli və rəhimli olan Allahın adı bərəkətin və mərhəmətin açarıdır. Ər-Rahmanir-Rahim. Rəhmandır, rəhimdir. Hər iki ad Allah Taala'nın sonsuz və geniş mərhəmətini bildirən iki gözəl addır. Bu adlar göstərir ki, Allahın rəhməti hər şeyə ad etmiş, hər bir canlıya şamil olmuşdur. Lakin bu mərhəmət xüsusi olaraq müttəqilərə, yəni peyğəmbərlərə, elçilərinə, ona tabi olan möminlərə tam əbədi şəkildə nəsib olunur. Həm dünyada, həm axirətdə. Digərləri üçün tam deyil, imansızlar üçün. Amma yenə də bu adla Allah insanlara rəhm edir. Beləcə möminlər Allahın tam və
əhatəli rəhmətinə düşmənləri və inkar edənlər isə bu rəhmətdən müəyyən pay sahib olurlar. Məsələn, həyat, ruzi, digər dünyavi nemətlər. Amma axirət nemətini itirirlər. Ona görə bu Allahın adlarına, sifətlərinə və bu sifətlərin mahiyyətlərinə iman gətiririk. Allahın adları və sifətləri var, amma Allahın adları, sifətləri ona məxsusdur. Allahın adları, sifətləri məxluqun yaratdığının adına, sifətinə oxşamaz. Yəni, Ər-Rəhmən Rahim eyni zamanda onun həqiqi bir rəhmət sifətinə malik olduğunu da qəbul edirik. La ilahe illallah. Bütün nemətlər, həyat, ruzi, hidayət, bağışlanma, səbir, hamısı Allahın rəhmətinin təsirləridir. La ilahe illallah. Burada yazmayın da mən danışanda. Xahiş edirəm. Niyə yazırsınız burada? Mən burada danışıram, bu nəlim zalimdan danışır. Nədən danışır? Bir Allahdan utanın da. La ilahe illallah. Yəni bir insanda biraz nə deyim? Deyirəm yazmayın dərs əsnasında. Deyirsən elə bir ki divardan deyil qayıdır. Hamısını şamil deyil o bəzi dinləyicilərə. Burada söhbət gedir. Fatihə surəsini desən bəlkə heç oxuya bilmirsən üzündən. Bir mənasını dərk et də. Elə sual yazır mənə. Zalım belə getdi, filan belə getdi. Bir dinlə də, bir dinlə faydalan. Fatihə surəsini oxuyarkən gözəl oxu, oxuyarkən mənalarını dərk et ki, şəfa tapasan. Ona görə də Allahın adları sifətlərinə ettiba edir. Yəni Ər-Rəhmən Rahim Allahın bizə Allahın sonsuz mərhəmətini, qayğısını və yaratdığından olan sevgi dolu rəftarını öyrədir. Hər bir nemət, hər bir həyat, hər bir rahatlıq onun mərhəmətinin bir nişanəsidir. Elhamdülillahi Rabbil alemin. Həmd olsun aləm Rəbb olan Allaha. Elhamdülillah. Həmd və şükrün mahiyyəti. Elhamdül ifadəsi Allahı onun kamil sifətləri və gözəl əməlləri ilə tərifləmək və ona şükr etməkdir. Bu tərif həm onun lütfü, həm də ədaləti ilə bağlıdır. Yəni Allahın bütün işləri ya lütf və mərhəmət, ya da ədalət və hikmət üzərində qurulmuşdur. Ona görə də həqiqi və tam həm bütün hallarda və bütün yönlərdən yalnız Allaha məxsusdur. Rabbil alemin. Aləmlərin Rəbbi. Rəbb nə deməkdir? Rəbb. Yaradan, tərbiyə edən, qoruyan, idarə edən və nemət verən deməkdir. Aləmlərindir. Aləmlər isə Allahdan başqa bütün məxluqat deməkdir. İnsanlar, cinlər, mələklər, heyvanlar, bitkilər, bütün varlıqlar. Deməli, Rabbul Ələmin deyəndə bütün yaradılmışların tərbiyəçisi, idarəçisi, ruzi verəni olan Allah nəzərdə tutulur. Allahın tərbiyəsi iki növü var rubiyyətinin. Allahın yaratdıqlarına olan tərbiyəsi, rubiyyəti iki cürdür. Ümumi və xüsusi. Ümumi rubiyyət, yəni bu Allahın bütün məxluqatı yaratması, onlara ruzi verməsi, onları həyatlarına davam etməsi üçün lazım olan vasitələrlə təmin etməsi və dünyavi mənada hidayət, yol göstərmə deməkdir. Yəni onlara yaşamaq, düşünmək, müdafiə olmaq, faydalı olanı seçmək bacarığı vermişdir. Bu rubiyyət bütün məxluqatı əhatə edir. Xüsusi rubiyyət tərbiyəsi, bu isə Allahın öz dostları, yəni mömin bəndlərinə xüsusi şəkildə tərbiyə etməsidir. Allah onları imana yönəldər, hidayət verir, imanlarını qoruyar, mükəmməlləşdirər və onları bu imandan uzaqlaşdıran maneələrdən, şübhələrdən, çətinliklərdən neyniyər? Qoruyar. Görün, bir surədə nə qədər mənalar var. Bu tərbiyənin mahiyyəti hər bir xeyrə yönəlməkdə və hər bir şərdən qorunmaqda olan ilahi müvəffəqiyyətdir. Ona görə baxın, Elhamdülillahi Rabbil alemin. Peyğəmbərlərin duaların çoxu nə ilə başlayır? Rəbbim, Rəbbim, Rəbbim. Subhanallah. Nəyə görə? Baxın, nə deyir alimlərdən birisi. Bəlkə də bu mənanın hikməti ondadır ki, Peyğəmbərlərin duaların çoxunda Rəbbim kəlməsi işlədilmişdir. Çünki onların bütün istəkləri və ehtiyacları Allahın xüsusi rubiyyətini, yəni onun yönləndirici, qoruyucu və tərbiyə edici qayğısının daxilindədir. Ona görə Peyğəmbərlər duasına Rəbbim, Rəbbim deyərdilər. Rabbənə, ey Rəbbimiz deyərək dua etdikdə yalnız yaradanı deyil, həm də tərbiyə edəni, qoruyan, hidayət verən və qayğı göstərən Allah'a çağırırsan. La ilahe illallah.
Rabbil alemin. Yani bu ayet elhamdülillah Rabbil alemin. Yani yaratmaqda və idarə etməkdə təkdir. Bütün nemətlərin mənbəyidir. Heç nəyə ehtiyacı yoxdur. Amma bütün məxluqat hər yön ilə ona möhtacdır. Bu onun kamilliyini və bütün varlıqların ona tam ehtiyac içində olduğunu göstərir. La ilahe illallah. Yəni Allah Teala'nın Rabbil alemin onun həm bütün məxluqatı yaratmaq və ruzu vermək, həm də seçilmiş bəndələrini iman və hidayətə tərbiyə etməklə məşğul olan kamil bir Rəbb olduğunu göstərir. Ona görə bunu bilən insan necə ki Allahdan başqasına istəyər? Ər-Rahmanir-Rahim, sonra nə gəlir? Maliki yevmiddin. Yəni Rəhman Rəhim olan, qiyamət günün hakimi, sahibi olan Allah. Yəni bu ayə göstərir ki, qiyamət günü elə bir gündür ki, orada Allah Teala'nın mülkü, ədaləti və hikməti tam şəkildə təcəlli edəcək. Bütün qiyamətin sahibi kim? Uca Allah Teala. Qiyamət günü Allahın hakimiyyətinin kamil təcəllisi. O gün bütün məxluqatın mülkiyyəti və hakimiyyəti sona çatacaq. Heç kim, heç nə ixtiyarı qalmayacaq. Allah Teala'nın mülkü və hökmranlığı tam mənada aşkar olacaq. O gün zəngin, qulluqçu, fağır, kasıb, milyarder, hər bir insan fərqi olmayacaq. Hamı bərabər şəkildə Allahın əzəməti qarşısında boyun əyəcək. Onun izzəti qarşısında təvazö göstərəcək. Onun hökmünü gözləyəcək. Qiyamət günündə insanların halları. O gün hamı onun mükafatını ümid edəcək. Amma eyni zamanda onun cəzasından qorxacaq. Buna görə də nə deyir? Yevmuddin, yəni cəza və mükafat günü qeyd edilmişdir. Halbuki o bütün günlərin də malikidir. Lakin qiyamət gün bu həqiqət tam və açıq şəkildə zuhur edəcək. Çünki o gün bütün mülkiyyət, hökm, ixtiyar yalnız Allah məxsus olacaq. Yəni bu ayənin insanın qəlbinə həm ümid, həm də qorxu gətirir. O Rəhman Rəhim olan Rəbbinin mərhəmətinə sığınır, eyni zamanda Məlik olan qiyamət gün sahibinin hesaba çəkməsindən də qorxur. Beləcə bu ayələr insana mərhəmət və ədalət arasında taraz bir iman duyğusu bəxş edir. İyyəkə nə'budu və iyyəkə nəstə'in. Yalnız sənə ibadət edirik. Yalnız səndən yardım diləyirik. Bu ayə tevhidin, Allah'a tam yönələn ibadətin və təvəkkülün yalnız ona arxalanmağın ən gözəl ifadəsidir. Cümlənin quruşundakı vurğuya bax. Ayədə iyyəkə yalnız sənə sözünün əvvəldə gəlməsi mənanı məhdudlaşdırır və xüsusi vurğu yaradır. Yəni bu ifadə biz sənə ibadət edirik, başqa heç kimə ibadət etmirik. Biz səndən yardım diləyirik, başqa heç kimdən yardım diləmirik. Vahidət surəsini bilən insan necə bilər? Ya imam kömək ol, ya övliyə kömək ol. La ilahe illallah. Yəni bu xalis tevhid və ixlasın təzahürüdür. İbadət, isti'anə, yardım. Niyə görə altıdır ki, sənə ibadət edirik, yardım diləyirik. Bunların arasında bir bənzərlik, yaxınlıq nədir? Ayədə ibadət sözü yardım istəməkdən əvvəl gəlmişdir. Burada iki hikmətə işarə var. Ümumi mənanın əvvəl gətirilməsi. İbadət həm qəlbi, həm də bədənlə edilən bütün itaat formalarını əhatə edən ümumi anlayışdır. Yardım istəmək isə ibadətin bir hissəsidir. Buna görə də ümumi olan əvvəl, xüsusi olan sonra gəlmişdir. Rəbbin haqqının bəndənin haqqından üstün tutulması. İbadət Allahın haqqıdır. Yardım istəmək isə bəndənin ehtiyacıdır. Buna görə də əvvəlcə Rəbbinin haqqı, sonra bəndənin ehtiyacı zikr olunmuşdur. İbadət nə deməkdir? İbadət Allahın sevdiyi və razı qaldığı bütün söz və əməllərin ümumi adıdır. Dua ibadətdir. Allahın sevdiyi əməl. Demək, Allahdan başqa öldən, daşdan, ağacdan istəyə bilməzsən. Bütün əməllər görünən, namaz, zəkat, oruç, sədəqə və görünməyən, niyyət, sevgi, qəbul, ixlas, qorxu, ümid, ibadətlər. Yəni, ibadət həm qəlbi əməlləri, həm də zahiri ibadətlər əhatə edir. İsti'anə, İyyəkə nə'budu və iyyəkə nəstə'in. Yardım istəmək anlayışı. Yəni, isti'anə, Allahdan yardım diləmək, ona təvəkkül etmək. Xeyir gətirməkdə və zərəri uzaqlaşdırmaqda yalnız ona güvənməkdir. Yəni, bu həm imanın təməli, həm də ibadətin ruhudur. Çünki insan ibadət edə bilmək üçün də Allahın köməyinə möhtacdır. Nəticə, İyyəkə nə'budu və iyyəkə nəstə'in ayəsi Quranın və dinin ruhunu ifadə edən
en möhtəşəm tevhid beyanıdır. Bu ayə insan öyrədi ki, ibadət yalnız Allah'a yönəl, hər ehtiyacına yalnız Allah'tan yardım dilə və həyatının hər anında onun qüdrətinə təslim ol. Allah ibadət və ondan yardım diləməyin həqiqi mənası, yəni Allah ibadət etmək, ondan yardım diləmək insan üçün əbədi səadətin açarı və bütün pisliklərdən nicatın yeganə yoludur. Gözləymədən mi qorxursan? Allah ibadət elə. Yəni qurtuluş və xoşbəxtlik ancaq bu iki əsasda ibadət, isti'anə, yardım diləməklə mümkündür. Baxın. Ona görə bu əməl yalnız o zaman həqiqi ibadət sayılır ki, iki əsas şərti özünə birləşdirsin. Birinci, etdiyin əməl Peyğəmbərin sünnəsinə uyğun olmalıdır. Yəni ibadət Peyğəmbərin öyrətdiyi kimi edilməlidir. Əgər ibadət onun gətirdiyi dinin çərçivəsindən kənardırsa, o qəbul edilmir. İkinci, ixlas, yəni xalis niyyətlə yalnız Allahın razılığını qazanmaq üçün ibadət etmək. İnsanlara göstəriş üçün deyil. Yəni ibadətin məqsədi yalnız Allah razı olmalıdır. İnsanlar və ya dünya mənfəəti üçün deyil. Bu iki əsas olmadan ibadət zahirdə gözəl görünsə belə Allah yanında dəyərsizdir. İsti'anə, yardım diləməyin ibadət əlaqəsi, İyyəkə na'budu və iyyəkə nəstə'in, yalnız sənə ibadət edirik və yalnız səndən yardım diləyirik ifadəsində yardım istəmək ibadətlə birdə zikr olunmuşdur. Buna görədir ki, bəndə ibadət edə bilmək üçün də Allahın yardımına möhtacdır. Əgər Allah ona yardım etməsə, o nə əmrləri yerinə yetirə bilər, nə də qadağalardan uzaq ola bilər. Beləliklə, ibadət və isti'anə insanın hidayət, səadət, qurtuluş yolunun iki qanadıdır. İbadət Allah'a yönəlmək, isti'anə isə ondan güc almalıdır. Kim bu iki əsasla sadiq qalar, həm dünyada, həm də ahirətdə müvəffəqiyyət, aramlıq tapar. Bizi doğru yola yönət, yəni bizi hidayət et, doğru yola çatdır və o yolda sabit et. O yol açıq və aydındır ki, insanı Allah'a və onun cənnətinə aparır. Bu yol haqqı tanımaq və onunla əməl etməkdir. Bizi doğru yola yönət. Həm İslam dinə daxil olmağı, həm də onun bütün elm və əməl təfərrüatlarında sabit qalmağa əhatə edir. Çünki bu dua insan üçün ən gözəl və ən faydalı dualardandır. Bu səbəbdən insan hər rükətdə, hər namazda bu duanı oxumağa məcburdur. Çünki onun bu həyatda olan ehtiyacı daimidir. Bizi neymət verdiyin şəxslərin yoluna yönət. İhdina sıratal müstəqim. Yəni qədəbə düçar olanların və azanların yoluna deyil. Sıratal müstəqim doğru yol. Allahın neymət verdiyi şəxslərin yoldur. Yəni peyğəmbərlərin, siddiqlərin, doğru və sadiq möminlərin, şəhidlərin və salihlərin yolu. Bu yol qəzəbə düçar olanların yolu deyil. Onlar haqqı bildikləri halda ona əməl etməyənlərdir. Yəni yahudilər və onların kimi olanlar. Yazanların yolu, onlar isə haqqı bilmədən, öyrənmədən ibadət etdilər. Haqq yolundan azdılar. Çünki ibadətləri Allah Rəsul buyurmamışdır. Xristiyanlar və onlar kimləri. Beləliklə bu surə qısa olmasına baxmayaraq, Qurandakı heç bir surədə bu dərəcə əhatə olunmayan mənaları özündə cəmləşmişdir. O tevhidin üç növünü özündə birləşdirir. Rububiyyə tevhidi, yəni Rabbul Aləmin sözü, yəni Allahın yaradıcı, idarə edici, hər şeyin sahib olması. Uluhiyyət tevhidi, Allah kəlməsindən İyyəkə na'budu, yalnız sənə ibadət edir ifadəsindən götürülür. Yəni yalnız Allah'a ibadət etmək, uluhiyyə. Əsma-i və sifət tevhidi, yəni Allahın özünə aid etdiyi və Rəsulunun sallallahu aleyhi və səlləmin onun haqqında bildirdiyi kamil sifətləri təsdiqləmək, bunları inkar etmədən, bənzətmədən, nə də müqayisə etmədən qəbul etmək. Ona görə Fatihə surəsi bütün dərin mənaları özündə cəmləyir. Əlhəmd, həmd olsun kəlməsi daha əvvəl qeyd olunduğu kimi bütün bu mənaları özündə toplayır. Surə həmçinin peyğəmbərliyin sübutuna da birdir. İhdina sıratal müstəqim. Biz doğru yola yönət. Ayəsində çünki hidayət, doğru yol göstərilməsi risalə, peyğəmbərlik olmadan mümkün deyil. Eyni zamanda Məliki yevmiddin, din gününün sahibi, yəni qiyamət gününün sahibi ayəsində əməllərə görə cəzanın varlığını göstərir və bu cəzanın ədalətlə olacağına dəlildir. Çünki əddin kəlməsi burada ədalətli qarşılıq və haqq hesab mənasındadır. Surə həm də qədərin, ilahi təqdirin varlığını bildirir. Eyni zamanda bəndənin həqiqi bir şəkildə əməl sahibi olduğunu sübut edir. Bu qədəri inkar edənlərə qədəriyyə və insanın məcbur olduğunu deyənlərə cəbrilərə ziddir.
Bundan başqa İhdinas sıratal müstakim ayəsi bütün ibadət və azğınlıq əhlini rədd edir. Çünki bu dua haqqı tanımaq və ona əməl etmək istəyir. Bidət və azğınlıq isə bunun əksidir. Həmçinin İyyəkə nə'budu və İyyəkə nəstə'in, yalnız sənə ibadət edirik, yalnız səndən yardım diləyirik ayəsi ilə ibadətdə və kömək istəməkdə ixlasın, yəni yalnız Allaha məxsus olmasın zəruridir. Və nəticə etibarilə həmd olsun aləmlərin Rəbbinə, daim və əbədi həmd olsun. Baxın, Fatihə surəsi, yəni aləmlərin Rəbbi ifadəsi, deyir ki, sahillərdən birisi mənə belə dərs öyrətdi və mənə yaradılmışların dərinliyini düşünməyi öyrətdi. Onların mahiyyətlərini, sərhədlərini, ölçülərini, hərəkətlərini, dövranlarını, nizam və uyğunluqlarını təfəkkür etməyi öyrətdi. O mənə bitkilər, ağaclar, meyvələr, məhsullar, dənizlər, çaylar və sular haqqında düşünməyi öyrətdi. O mənə heyvanların müxtəlif surətini, quşların növlərini və uçuşlarını, erkək və dişi cinslərin yaradılışını və nəsli artımının əsrlər boyu düşünməyi təlqin etdi. O mənə qaranlıq və nur, külək, hava, yağış və su həmçinin gecə və gündüzün, dağların, daşların və ağacların əzəməti üzərində düşünməyi öyrətdi. Beləcə Rabbul Aləmin kəlməsi mənə hər bir varlığın Allahın qüdrətinə, hikmətinə və tərtibinə dəlil olduğunu anlamağı öyrətdi. La ilahe, nə gözəl açıqlama. Rabbul Aləmin, aləmdən Rəbbi. Aləmləri gör, nələr daxildir. Biz ancaq özümüzü fikirləşirik. Sonra gəlir Fatihə surəsi ilə şəfa tapma. Bir yolunu toxunacaq bugün. Digər yolları inşallah gələn dərsimizdə çoxdur. Fatihə surəsindən şəfa tapmağın yolu. Birinci Fatihə surəsi ilə şəfa tapmaqda yol. Birinci usul. Birinci usul qərarını cəsarətlə verərək Fatihə surəsi ilə şəfa tapmağa başlamandır. Əgər səni bir ruhi xəstəlik sıxırsa və ya bədəninə ağır bir xəstəlik təsir edirsə və ya psixoloji bir ağrı səni yormuşdursa, o zaman bu mərhələləri edə bilərsən. Bu müstəhəbdir. Dəstəmaz al. Evdə təmiz bir yer seç. Ondan sonra rahatlıqla, tam xuşi və təvazı ilə 2 rükət namaz qıl. Səcdə olarkən Allahdan ilahi yardım istə. Qəlbini və bütün duyğularını bu möcüzəvi Fatihəyə aç. Onu xilasına səbəb eylə. Namazdan sonra səccadən üzərində otur. La havlə və la quvvətə illə billah. İstiğfar, əstəğfirullah. Peyğəmbərə salavat de. Sonra Rəbbinə zikrə davam et. Yunus Peyğəmbərin duasındakı kimi yəqin və təslimiyyətlə La ilahə illə əntə subhanək inni kuntu minəz zalimin. Bu zikri bacardığın qədər təkrar elə. Sonra Fatihə surəsini böyük və yəqinli ilə oxu. Elhamdülillahi Rabbil aləmin. Ar-Rahmanir-Rahim. Yəni, böyük bir, onun qəlbin dərinliyindən gələn bir səslə, rahat, aydın səslə oxu ki, qəlbin rahatlıq tapsın. Oxuyarkən Allahın səninlə danışdığını, onun bu ayələrlə qəlbini toxundurduğunu, dağılmış hisslərini topladığını, ruhunun sakitləşdiyini hiss elə. Oxu bitirdikdən sonra əlinə üfür və bütün bədəninə çək. Şəfa tapmaq üçün. La ilahe illallah. Bu Allahın kəlamının şəfa və təsirini bədəninə daşıyacaq. Bu Fatihə surəsi ilə şəfa tapma yollarının ikinci ən təsirli üsuludur. İmanla, ixlasla və dərin inamla ediləndə, baxın, qəlbi, ruhu və bədəni birləşdirən bir şəfa qapısı açır. Bu üsulu hər gün təkrarla. Lakin Fatihəni müəyyən sayda oxumağa məcburiyyət yoxdur. Dinləyicim soruşur, 41.000 dəfə, 41 dəfə. Yəni, bu sənin həvəsinə və səmimiyyətinə bağlıdır. Nə qədər çox olsan, o qədər xeyirlidir. Yalnız 7 dəfə oxumaq da kifayətdir. Amma əsas olan qüvvətli bir yəqin iman ilə oxumaq. Bu zikrə və oxunuşa davam et. Ta ki Allahdan sənə olan möcüzəvi şəfasını və lütfünü görəsən. Çünki bu surə şəfa verən və kifayət edən surəsidir. Yəni tələsmə, rahat ol. Rahatlığın, çıxışın gecikdiyinə görə ümidini itirmə. Şeytan səni dayandırmasına, səni süsləşdirməsinə imkan vermə. Hətta bəlaların bir az uzandığını hiss etsən belə, unutma.
Sən ilahi təskinlik və bərpa ilə görüşə doğru gedirsən. Bu, ilahidən gələn bir ruhi sağalma və düzəliş sənə ən doğru anda Allahın hikmətinə və iradəsinə uyğun şəkildə gələcək. Və hər bir halda sən qalibsən. Səni əhatə edən bütün maneələrə qarşı qalib gələcəksən. Rəbbinə səmimi bağlı olduğun müddətcə. Çünki sən qüdrətli və qadir olan Allah'a sığınmısan. Və onunla olan heç kim məhkum deyil, qalibdir. Birinci üslub bu. İkinci üslubu da deyim, bitirək. Hələ davamı var. Nədir? Fatihə surəsi ilə şəfa tapma yolları ikinci üsul, su üzərinə Fatihə surəsinin oxunması haqqında. Bunu hər kəs edə bilər. Birinci üslubu da eləyə bilərsən. Oxudun, bədəninə sürtdün. 7 dəfə oxudun, 3 dəfə oxudun, bədəninə sürtdün. 1 dəfə oxudun, bədəninə sürtdün. İkinci nədir? Su. Niyə görə su? Çünki su Allahın ordularından biridir. O ilahidən gələn gizli bir sir, uca və böyük bir neymətdir. Həm asan əldə olunan, həm də insanın yaxınında olan. Allah suyu daşların və torpağın arasından çıxarır. Təmiz, şəffaf və zərif bir bulaq kimi. O rəngsiz yaradılmışdır. Dadsız və qoxusuz endirilmişdir. Amma bir yerdə enəndə oradan üzüm bağları, əkinlər, ağaclar, meyvələr çıxarır. Eyni su, eyni torpağa düşsə də ondan fərqli nemətlər bitir. Bəziləri şirin, bəziləri acı, bəzilərində dərman, bəzilərində xəstəlik vardır. Bu Allahın yaratdığı ən zərif və eyni zamanda ən qüvvətli varlıqlarından biridir. Su bədənə daxil olur, orada can verir. Düşünün. Və hər yeri doldurur. La ilahe illallah. O əzəmətli bir məxluqdur. Əgər Allah onu əzab kimi endirsə, onu heç kim uzaqlaşdıra bilməz. Əgər rəhmət kimi endirsə, onu heç kim dayandıra bilməz. Bəzi yerləri su ilə həlak edir. Su bütün canlıların həyat sirlərindən biridir. Onsuz heç bir həyat yoxdur. Belə isə, baxın, ilahi su Fatihə surəsinin mübarək ayələri ilə birləşdikdə, onun həm mənəvi, həm də ruhi, həm də bədəni şəfa gücü qat-qat artır. Bu, Allahın kəlamının nuru ilə suyun həyat sirrinin birləşməsidir. Və bu birləşmədən möcüzə bir şəfa doğar. O halda Fatihəni səmimiyyətlə və yəqinlə suya oxu. Sonra o sudan iç və onunla bədənini yu. Çünki artıq sırabı su deyil, Allahın kəlamı ilə bərəkətlənmiş bir şəfa vasitəsidir. Şübhəsiz ki, Fatihə surəsinin təsiri böyük, onun şəfa verir gücü isə Allahın izni ilə mövcuddur. Baxın, İbn Qeyyim Cəvziyyə deyir ki, Zədur Məəd əsərində, Məkkədə olduğum vaxt xəstələndim. Nə həkim tapdım, nə dərman. Mən Fatihə surəsi ilə müalicə etməyə başladım özümü. Zəmzəm suyundan bir qab alıb, onun üzərində dəfələrlə Fatihə surəsini oxuyurdum, sonra ondan içirdim. Bu vasitə ilə tam şəfa tapdım. Bundan sonra bir çox ağrı və xəstəliklərdə bu üsulla müalicə etdim və ondan ən gözəl faydanı gördüm və insanlara tövsiyə etdim. Baxın, İbn Qeym bu hadisəni qeyd edərkən nə həkim, nə də dərman tapmadım ifadəsi ilə dünya bütün səbəblərin qapanmasını, lakin səmimi bir şəkildə Allaha yönəlməsi nəzər tutmuşdur. Allah da ona bu ixlaslı yönəlişə cavab verdi və Fatihə surəsinin bərəkətilə ona şəfa bəxş etdi. Çünki o surəni sarsılmaz, yəqin qəlbin iştirakı ilə suya üzərini oxuyur, sonra ondan içirdi. Ona görə sən də Fatihə surəsini oxuyaraq şəfa dilədikdə qəlbini tam yəqin və səmimiyyətlə doldur. Onu 7 dəfə oxumaq kifayətdir. Amma artırmaq istəsən, bu daha xeyirlidir. Əsas olan sözün səsində yox, qəlbin imanındadır. Çünki Allahın kəlamı inanan bir qəlbdə bədənə, ruha və ruziyə şəfa qaynağına çevrilir. Fatihə surəsini suya oxumağın qaydası. Oxumaq istədiyin suyu özünə yaxınlaşdır, onu ağzına yaxın tut. Sonra Fatihəni oxuyarkən hər ayədən sonra və surəni tam bitirdikdən sonra yüngül nəfəsini suya üfür. Ya hər ayədən sonra oxu, üfür. Misal üçün, Elhamdülillahi Rabbil alemin, Ar-Rahmanir-Rahim, Maliki yevmiddin. Belə. Və yaxud da ki, sona qədər oxu, üfür. İkisi də olar. Ona görə nədir? Bu, həqiqətən nəfx, yəni yüngül üfürmə üsuludur. Peyğəmbərimiz belə edərdi xəstəyə. Beləcə oxuduğun ayələrin bərəkəti və təmiz nəfəsinlə gələn nur
suyunla qarışır və Allahın izni ilə şəfa səbəbinə çevrilir. Bu işi hər dəfə Fatih oxuyanda təkrarlaya bilərsən. Hər oxunuşda su Rəbbinin kəlamı ilə təmizlənmiş bir bərəkət daşıyıcısına çevrilir. Və şübhəsiz ki, zəmzəm suyu bu üçün ən fəzilətlidir. Zəmzəm olsa zəmzəm suyu. Çünki buyurur, zəmzəm suyu nə niyyətlə içilərsə, ona görə fayda verir deyə Peyğəmbərimiz olsun. Həmçinin İbn Abbasdan buyurur ki, gələn rivayətdə, yer üzərində ən xeyirli su zəmzəm suyudur. Onda həm qida var, həm də xəstəliklərə şəfa. Ta'amu ta'am, yəni onu içən insan sanki qida qəbul etmiş kimi doyar. Şifa'us suqum, yəni xəstəliyi aradan qaldırar. Əgər zəmzəm suyu əldə etmə mümkün deyilsə, adi təmiz su oxumaq da tamamilə kifayətdir. Çünki şəfa verən suyun özü deyil, Allahın kəlamında gizlənib. Səmin bir niyyətlə, tam yəqinlə və qəlb iştirakı ilə oxuduqda adi su da bərəkətli və şəfa gətirən bir vasitəyə çevrilir. Allahın izni ilə insanın ruhuna və bədəninə fayda verir. Baxın, ağrıyan yerivə də qoyub oxuya bilərsən. Ağrıyan yerin var, oxu, əlvi qoy oxu. Və ya üflə. Hamısı nədir? Caizdir. İnşallah bu davam edəcək mövzu. Fatihə surəsinin o qədər sirləri vardır ki, bir də istifadə yollarını da inşallah Allahın izni ilə göndərəcəm. İstifadə yolları yenə də var Allahın izni. Yəni Fatihə surəsindən necə istifadə edəcək. Ona görə də bu mövzuya davam edəcək. Arada Əl-Bəqərə surəsinin sirrinə də keçəcək. Görəcəksin ki, Əl-Bəqərə surəsi də həqiqətən nə qədər nədir? İnsan üçün faydalıdır. Allah təala bizləri eşitli faydalandığı qullarına eləsin. Allah təala dualarımızı qəbul eləsin. Sıxıntılarımızı aradan qaldırsın.